Cavab verdiyi keçən dəfə. İnsandan soruşsa, hamı ləzzətli həyat axtarır. Hamı keyfiyyətli həyat axtarır. Davalar bunun üstündədir, qırğınlar bunun üstündədir. Hamı bunu axtarır. Bir dəfə ona ayrılan ömrü keyfiyyətli, ləzzətli yaşamaq bunu axtarır hamı. Ay insan, sən nə istəyirsən? Xahiş edirəm, mənə oxuduqlarından danışma. Quran ayələri demə hələ. Sən de görüm ki, nə istəyirsən? İstəyivi denən, səmimi. Qorxma. Mən dərhal deməyəcəm, ay kafir. Hərdən deyirik axı, adamlara deyir, istəyini deyən kimi deyirik, ay kafir, ay dinsiz. Bu fasiqə bax, bu fasidə bax. Yox, gəl səmimi danışaq. Sən nə istəyirsən? Nədir istəyir? Hamı insan olaraq içinə müraciət eləsə, deyəcək ki, mən həmişə var olmaq istəyirəm. Bizim ən fundamental istəklərimizdən biri həmişə var olmaq istəyidir. İnsanın ən böyük dərdi ölümdür. Bizim nə qədər problemimiz olsa, Əzrail başımızın üstünə gələndə problemlər hamısı heç olur gözümüzdə. Əsas problem gəlir ki, ölüm. Bəs cəmaatın bəzisi intihar edir, o ayrı mövzudur, vaxt yoxdur ona toxunmaq. Onun da izahı var. İntihar onun üçün özü də bir əbədiyyət üçün bir qapı sayır özünə. Axirətə inansa da inanmasa da şuuraltı olaraq. Nədənsə qurtulub daha yaxşısını, bir səbəbi budur, daha yaxşısına qovuşmaqdır. İnsanın ölüm ərəfəsində bütün problemləri yadından çıxır, bu özü dəlildir ki, insanın ən böyük dərdi ölümdür. Ən böyük problemi ölümdür. İnsanın əsas məsələsi əbədi olmaqdır, həmişə var olmaqdır. Bax, mənim indi əsas məsələm bu deyil, sənin əsas məsələndir, başın başqa şeylərə qarışıb, unutmusan ki, əsas məsələm budur. Sənin başın biraz qarışıb, başqa şeylərə. Yadından çıxartmısan ki, əsas məsələn budur. Xırda məsələlər başvuru qatır. Yoxsa sənin həmişə əsas məsələn əbədi var olmağı. Hər an əsas məsələn budur, hər an. Ona görə də Allah cənnətin qapısında sənə bunu deyir, fədxuluha xalidin, daxil olun həmişə qalmaq üçün. Bilir axı əsas məsələn budur. Bilir əsas məsələn budur. Ona görə demir ki, cənnətdə daxil ol alma yeməyə, daxil ol dondurma yeməyə, süd bulağından içməyə, bunu demir. Deyir, bunlar var cənnətdə, amma qapısında bunu demir. Sən ki, cənnətə qədəm qoyacaqsan, səni xatircəm eləyir. Bilirək sənin dərdin ölümdür. Hərdən biz deyirik, sənə ölüm yoxdur. Söz işlədirik, get, sənə ölüm yoxdur. Allah cənnət qapısında deyir, sənə ölüm yoxdur, get. Sənə ölüm yoxdur, bax o fundamental məsələsidir insanın. İnsanın içindən xəbər verir bu. İnsan həmişə var olmaq istəyir. Vəssalam, həmişə var olmaq istəyir. Bunu inkar eləyən insanı inkar eləyib. İnsanı tanımayıb. Başqa nə istəyir insan? Həmişə var olsun, amma necə var olsun? Təkcə həmişə var olmaq yox, həm də müxtəliflik istəyir. Fərqlilik, dəyişiklik. Dörd divarda desinlər həmişə varsan. Razıdır, yox. İstəyir hərəkət eləsin, yaradıcılıq istəyir, müxtəliflik istəyir, fərqlilik istəyir. Başqa nə istəyir insan? Başqa insan özü də inkişaf eləmək istəyir. Daha yuxarı mərhələyə çıxmaq istəyir. Mən elə mövzuya girişmişəm ki, çətindir bunun haqqında danışmaq. Bir soyuducudan danışmırıq ki, soyuducu nə üçündür? İnsandan danışırıq. Bir traktordan danışmırıq, bir avtomobildən danışmırıq. O insan ki, qəlbi Allahın ərşidir. Ona görə mən çox çətinlik çəkirəm. Hər gün hazırlaşanda, hər həftə ərzində hazırlaşanda ki, nəyi necə deyim, yorucu olmasın, mövzu fundamentaldır, ümumbəşəridir, universaldır, hamıya lazım olandır. Necə eləyəsən ki, yorucu olmasın. Mən istəyirəm, həmişə var olun. Mən fərqli, hərəkət, yaradıcılıq istəyirəm. Bir də bütün bunların nəticəsində özüm inkişaf eləyim, bunu istəyirəm. Özüm də qabağa gedim. Adam təkcə növbə-növ təcrübələr istəmir, təcrübədən nəticə çıxarıb inkişaf eləmək istəyir. Çox üzr istəyirəm ifadəmə görə. Qoyuna növbə-növ otlar ver, gəzdir bütün səhraları, çölləri. İnsan bu cür növbə-növliyə qane deyil, razı deyil. İnsan bunu istəmir. İnsan istəyir ki, bu təcrübələrdən özü də inkişaf eləsin. Təzə təcrübə ilə bir pillə yuxarı qalxsın. Özü də inkişaf eləmək istəyir. İnsan təkcə yaradıcılıq istəmir. Həm də özü inkişaf eləmək istəyir. Bütün qaranquşlar yaradıcıdır. Yuva qururlar. Amma özləri inkişaf eləmir. 100 il bundan qabağın qaranquşu da eyni yuvanı qururdu. Buranın qaranquşu ilə başqa ölkənin qaranquşu da eyni yuvanı qurur. Eyni. Heç bir inkişafı yoxdur onun.
İnsana təkcə yaradıcılıq kifayət eləmir, insan özü də inkişaf eləmək istəyir. Deməli, nə istəyir insan? Həmişə var olmaq, müxtəliflik və inkişaf. Bu üç şey istəyir insan. İlahi, insanı yaratmışsan bu istəklərlə, bəs qarşılığı, bu istəklərlə adam yaratmışsan. İstəklər içdən yiyir onu, təlatümə salır. Qarşılıq ver, aram olsun. Qarşılıq ver. Nədir qarşılığı? Bu səsküylü varlıq, varlıq aləmini bir-birinə vuran varlıq bu qədər şey istəyir, bəs istəklərinin cavabını hardan tapsın? Baxır mövcud olduğu dünyaya, görür cavabını verə bilmir. Ziddiyyət yaranır, uyğunsuzluq yaranır, mövcud olduğu yerlə istəklər arasında. Görür ki, qane eləmir. Bunun istəklərinə mütənasib deyil, istəklərini qarşılaya bilmir. Əbədiyyət istəyir, görür ki, gündə birinin meydini qoyublar, aparırlar, Yasin oxuya-oxuya. Vəhşət götürür onu. Allah da xəbər verir ki, istədiyin əbədiyyəti qapıdır ölüm. İstədiyin əbədiyyətin qapısıdır. Dostaş ölümlə, dostun da ölüm. Arzuva çatdıran vasitədir. Həyatdan danışırıq da, gərək qarışdıraq dünyanı axirətlə, başqa cür olmur. İstəklərin cavabı dünyada deyilsə, dünyada qorxduğun bir şeylər var ki, həyatı zəhrimara çevirir. Onlara izah tapmaq lazım. Sən əbədiyyət istəyirsən, ölüm əbədiyyətin qənimidir sənin üçün, sən ölümdən çəkinirsən, ölümlə necə dostlaşa bilərsən? Gəlir başa salır ki, ölüm əbədiyyətin qapısıdır, istəyimin cavabıdır. Ölüm bir dalandır, darısqal dalandır, amma bir nəhayət bir yerə aparır. O dalandan keçib sonsuzluğa gedirsən, arzuladığın sonsuzluğa, arzuladığın həmişə var olmağa. Bayaq dedi, insan müxtəliflik istəyir, dünya bunun da cavabını verə bilmir. Birini verəndə birini əsirgəyir. İnsan çox şeyi birdən istəyir. Bu dünya belədir ki, birinə çatırsansa bir əlindən çıxır. Hamısını birdən verə bilmir. Bu müxtəlifliyi verə bilmir. O ki, dini qaydaları bir dənə çox istəyərdim bunu anlada bilim, izah eləyim. Bunu başa düşsə insan çox şey düzələr. Bax, belə deyim, qoyun belə izah eləyim. İnsan çox şeylər istəyir. Mövcud olduğu dünyada istəklərinin hamısını verə bilmir. Mütləq seçim eləməlidir. Verə bilməyəndə din gəlir, qayda qoyur. Nədir? Deyir ki, getmə, yol bağlıdır. Bu da başlayır davaya. Niyə qoymursan? Deyim biri, xəbər verir. Adam yol nişanı ilə dava eləyər. Yol nişanı deyir, yol bağlıdır. Narahatsan, niyə yol bağlıdır? O ilə dava elə. Allah deyir, onu deyir, bu dünya ilə pis olun. Dünya ilə, həyatla yox, dünya ilə. Bu sənə qarşılıq verə bilir. Ona görə gözündən bu düşsün. Nişanla niyə dava edirsən? Qayda ilə niyə dava edirsən? Allah ki, deyir, bunu eləmə. Yəni ki, yol bağlıdır, getmə. Mən istəyirəm 100 kilogram alma yiyim. Deyir ki, yemə. Deyirsən, niyə qoymursan, nə mən yemək? Məhəddən götürməyəcək, yemə. Dini qaydaların mənası bu. Eləmənin mənası budur ki, götürməyəcək, eləmə, yoxdur, bağlıdır, yox. Əlavə qayda deyil, xəbərdir. Məlumatdır. Əlavə sən çiynivə yük qoymayıb. Deyib, bu yolla getmə, dalandır. Vəssalam. Yalan dalandır. İstəyirsən çatmaq, çatmayacaqsan. Çata bilsəydin, deyərdim, get. Pist ona görə pistir. Zatən pist ona görə ki, necə deyim, mümkün olmayanı mümkünsüz eləmək istəyir. Çatmayacaqsan. Qeybət pistir, çatmayacaqsan. Eləmə, getmə, yol bağlıdır. Dini qaydalar belədir. İnsan həyatı tanısa, bilər Allah niyə deyir bunu eləmə. Dava eləməz. Din üstündə Allahla dalaşmaz. Və deməz ki, hə, bir təhər bu qaydalara dözərəm. Deyən, bir təhər bu dünyaya dözərəm, gedərəm istəklərimi qarşılamağa. Bunu deyən. Qaydalar sənə neyinir ki? Qaydalar dünyanın əhvalını xəbər verir. Xəbərlərlə dava eləmə. Xəbərlərə görə narahat olma. Elə bir ki, bir qabaqda uçurum var. Mən deyirəm, getmə, yıxılacaqsan, maşınla gedir ki, uçurum var, getsən, görünmür özdə, düşəcəksən. Başlayır mənlə dava eləmək ki, niyə deyirsən, nə getmə? Mən sənə bir söz demirəm, sən istəyirsən yolun açıq olsun, bəli, başqa istəkdir. Bu istəyimin üzərində dayan, çox yerə gedib çıxacaqsan. Görəcəksən ki, yol başqadır. Ahirətdə məhdudiyyətsizdir hər şey. İnsanda tutumu çoxdur deyə, seçim eləmək lazım deyil, toqquşma yoxdur orada. Eyni anda bütün istəkləri təmin ola bilir. Keyfiyyət dəyişikliyi belə olur. Hamısı eyni zamanda yerləşir, burada yerləşmir deyə məcbursan seçim eləməyə. Tutumun zəifdir, dünya məhduddur.
Oradakı neymətlər heç bir ehtiyacı aradan aparmaq üçün deyil, ləzzət üçün. Burada niyə yoruluruq? Çünki ehtiyacımız aradan gedir, yoruluq. Bütün neymətləri dilə gətirə bildiyin və gətirə bilmədiyin ayıb olan neymət. Neymət deyəndə ki, neymət sayılığın. Ayıbdır onun haqqında danışmaq. Hamısını denəm, mən sənə deyim ki, ehtiyacdır, ödəndi, gözündən düşür. 10 dəqiqə qabaq özü öldürürdün, ödəndi, gözündən düşür. Çünki ehtiyacdır. Amma orada ehtiyacdan doğmur, ləzzət üçündür. Bunu adama deyəndə insan sevinməlidir ki, ay Allah, nə gözəl yerdir. Nəhayət ki, bu istəklərimin toqquşmasından azad olacaq. Hey, nə qədər məcbur idim seçim eləyim, ya bunu, ya bunu. Çünki hamısını birdən qəbul eləyə bilmirdim. Bir gün gələcəkdir, sənin üçün darıxma elə yer yaratmışam ki, ya bunu, ya bunu deyil. 100 şey istəyəndə eyni zamanda mümkündür. Tutumun çoxdur, oranın da vermək qabiliyyəti çoxdur, bəxş eləmək qabiliyyəti çoxdur. Pəs orada yorulmur adam axirətdə, cənnətdə. Yox, çox ləzzətli şey adamı yorulur. Bir adam niyə dünyada yorulur? Çünki az ləzzətdir. Az ləzzət adamı yorulur. Çox ləzzətdir o. Oradakı ehtiyaclar həm meyvədir deyir, həm mənəvi ləzzətdir, qarışıb. Eyni zamanda hər şey var, hər şeyin içində. Necə izah eləyəsən? Əbədi olaraq, həmişə və məhdudiyyətsiz. Necə yəni məhdudiyyətsiz? Ax, sən danışırsan ki, sən Allahla görüşürsən orada. Allah deyirsən ağzında, Allah. Sonsuz olduğu qədər ləzzəti də sonsuzdur. Cənnətdə işin adı nədir? Sual verirəm. Cənnətdə məşğuliyyət nədən ibarətdir? Cənnətdə məşğuliyyət Allahı dadmaqdan, iyləməkdən, məcazi dırnaq arası deyirəm, nuş eləməkdən. Allahı nuş eləyirsən. Dərs budur ki, burada Allah deyəndə deyirlər, din, namaz, oruc, beynimiz belə qarışır. Allah sənin ləzzət mənbəyin, axtardığın o ləzzət. Yəni, bu dünyadan köçdün artıq o din, hökmləri çıx. Allah və sən, ondan ünsiyyət və onu nuş eləmək. Həmişə. Haçansa doymursan axı, çünki onun axırı yoxdur ki, çatasan axırına, doyasan. Şəhidlərdən birini yuxuda görmüşdülər. Deyir, İmam Hüseyn ağa ilə gedirik, görüşürük, məst gəzirik sonra, məst. Məst adam necə olur? Məst oluruq, nə bilim, ifadə olunmazdı, deyir. İmam Hüseynlə görüşümüz. Allahlansansa, hər şey yerindədir, rahatsan. Biz elə bir Allah əqaid kitablarında yazılandır. Allah kimdir, filan, 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 bitdi. Bildi Allah ki, belə deyil. Allahdır sonsuz, binəhayət, ləzzətbəxş bir varlıq. İmam Baqir əleyhissalam buyurur, hər cümə axşamı Allah haqqında bizə bir mərifət gəlir ki, elə bilirik ona qədər Allahı tanımırdı. Mən bir Arifin kitabında oxumuşam, hətta deyir, an keçir, bir andan o bir ana keçəndə deyir. O qədər böyük fasilə var mənim başa düşdüyüm arasında ki, ifadə eləmək mümkün deyil. İzahı mümkün deyil. Dünyada da bu yol sonsuzdur, Allaha tərəf gedən yol. Pillə, 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 axıra qədər, hər saniyə qabağa gedə bilirsən. Bir dənə eybi dünyanın bu məsələdə nədir? Eybi budur ki, sən inkişaf edirsən, amma bir qabığın içindəsən, o qabıq qoymur, tam ləzzət alasan. Ala bilsən, ölərsən sən. Dünyada tutumun yoxdur, ölərsən, sözün əsl mənasında. O ləzzətlər dünyada sənə verilsə ibadətin ləzzəti tam həcmi ilə. Sənin ruhun tutumu yox deyəsən, ölərsən. Biz elə bir yerdə yaşayırıq ki, burada hər bir hərəkətimizin nəticəsini milyardlarla il orada dadacaq. Milyardlarla il, hər bir hərəkətimizin. Dünyada da bizim əsas ləzzətimiz mənəvi məqamı artırmaqdadır, yaxınlaşmaqdır o ləzzət mənbəyinə. Buradan biz ora tutum aparırıq, qab aparırıq. Bu sözə də diqqət etməyinizi xahiş edirəm. Biz buradan ora qab aparırıq, tutum aparırıq. Hər gün mey töküləcək, mərifət mey o qaba, ruh qabına, nuş eləyəcək. Biz buradan bir cam aparırıq, nə bilim, nə deyək, piyalə aparırıq, qab aparırıq ki, orada mərifət meyini ona tökəcəklər, ondan istifadə eləyəcək. Hər gün o mərifət artacaq, amma nə qədər artacaq? Buradan apardığımız tutum qədər. Biri bir çay qaşığı aparıb, cənnətdə hər gün qabağa gedəcək, hər an, amma çay qaşığı ilə, biri də tonluq qab aparıb. Əlbəttə, bu ölçülər nisbidir də, məcazi deyirəm bunu. Tonluq qab. Hər gün hamı qabağa gedəcək, amma nə həzmdə, buradan apardığı ruhun tutumu, zərfiyyət həzmində. Ona görə nə qədər mühüm yerdir bura. Taleyimiz burada əlil olunur. Da qayıdıb qabı böyütmə imkanı olmayacaq. Hamı ləzzət alacaq, amma buradan apardığı qaba tökəcəklər, ruh qabına. O qabı genişləndirməyə gəlmişik.
O qabı böyütməyə gəlmişik.